Dahilik kazanılmır. Dahiler dünyaya dahi olarak doğulur. İllerdir dünya alimlerinin baş sındırdığı bu dünyanı necə düzəldək? Bu deyə üzərində çalışdığı bu sualın cevabını 5 yaşında dahi doğulmuş bir uşaq 5 dəqiqəyə necə həll elədiyini əhvalatını danışmaq istəyirəm sizə. İşdən yorğun gəlmiş ata dəhlizə ayaqqabılarını çıxarıb özü bir təhər divana çatdırmaq istəyirdi ki, biraz istirahət eləsin. Bu zaman balaca oğlu qaçaraq atasının ayaqlarına sarılır və ata məni gəzməyə apardan nə olar deyə yalvarmağa başlayır. Yorğunluğun, mutsuzluğun və oğlunun arzusunun arasında qalan ata bir anlıq neynəyəcəyini kəstirə bilmir və birdən gözü divarda asılmış dünya xəritəsinə sataşır. Ata əlini uzadıb divardan xəritəni çıxarıb bir neçə hissəyə cırır və xəritənin cırıqlarını oğluna uzadaraq, oğlum, sən al bu xəritənin cırılmış hissələrini bir yerə yığ və dünyanı düzəl əvvəlki vəziyyətinə. Sağ ol, dünyanı düzəl, o vaxta qədər. Ata biraz istirahət eləsin, gedək gəzməyə. Yaxşı oğlum, yaxşı, ata. Uşaq sevindi, xəritəni atasının əlini alır, otağına qaçır. Ata özünü divana çatdırıb, başını yastığa qoyur, gözünü təzəcə yummuş ki, birdən uşaq atasını sikəlir. Ata dur, mən xəritəni hazırlamışam, dur gedək. Ata çoşqun oldu, başını qaldırır. Oğlum, sən necə düzəltdin? Sən o dövlətləri bir yerə yığdın, o xəritəni cırıq olmuş xəritəni sən necə hazırladın 5 dəqiqə? Uşaq atasının gözlərinin içinə baxaraq deyir. Ata, xəritənin arxa hissəsində insan şəkli var idi. Mən insanı düzəltdim, dünya öz-özünə düzəldi.